Salam, hörmətli abituriyentlər. Bu videoda mən 2025-ci il Güvən Nəşriyyatı 2-ci hissə biologiya test toplusundan hüceyrənin biokimyası bölməsindən 92-ci sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, enerji mübadiləsinin 3-cü mərhələsində sintez olmuş ATF molekullarında 432 ortofosfat turşusu qalığı olarsa, bu zaman əmələ gələn suyun nisbi molekul kütləsi neçəyə bərabər olar? Biz bilirik ki, energetik mübadilənin 3 mərhələsi var. Birinci hazırlıq mərhələsi, ikinci oksigensiz, yəni glikoliz mərhələ, üçüncü isə oksigenli mərhələdir. Bizdən üçüncü mərhələni istədiyi üçün üçüncü mərhələnin tənliyini yazırıq. Demək, 2 mol süd turşusu, karbon 3, H6O3, üstə gəlirik 6 mol oksigen, demək 36 mol ADF, üstə gələ 36 mol H3PO4 alınır. Burada demək 42 mol su alınır. H42 mol H2O. Üstə gələ 6 mol karbon qazı. Çünki üzüm maddələr su və karbon qazına qədər parçalanır. Əmələ gəlir 36 mol ATF və 2600 kilojul enerji. Baxırıq. Bizdən deyir ki, 432 ortofosfat turşusu qalığı olanda suyun kütləsini hesablayın. Demək, əvvəlcə fosfat turşusu qalığını hesablayaq. 36 mol ATF əmələ gəlir. Hər ATF-də 3 ortofosfat turşusu qalığı var. 3-ə vururuq, olur 108. Suyun kütləsinə baxırıq. 42 mol su əmələ gəlir və suyun kütləsi 18-ə bərabərdir. Bu olur 756. Onda tənasüb qururuq. 108 orta fosfat turşusu qalığı olanda suyun kütləsi 756-ya bərabər olur. Burada 432. 432 orta fosfat turşusu qalığı olanda da x-a bərabər olur. X də bərabərdir. 432 vuraq 756 bölünsün 108. Həll eləyəndə olur 3024. Yəni doğru cavabımız olur B variantı.